Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Uzun müddətdən sonra sizinlə yenidən video paylaşıram. Gəlin çıraqlarının hazırlanmasını göstərəcəm. Bundan öncə qurbanlıq xonçanı paylaşmışdım, amma üzərində səs yazı, ətraflı izahat olmadığına görə üzrlü hesab eləyin. Biraz baş qarışıqdır. Həm evlə bağlı, uşaqlara görə həyət evinə köçməyə məcbur olduq. Eyni zamanda başqa gözəl işlər var. İnşallah daha sonra sizinlə bölüşərəm. Və ilin axırıdır, summativlər başlayıb, yarım illiklər. Ona görə həqiqətən bir saniyə boş vaxt tapa bilmirəm. Maraqlanan hər kəsə təşəkkür eləyirəm. Çox sağ olun. Və lampanın başlıq hissəsini sizə göstərmək istəyirəm ki, bağladıqda kleyi, yəni son qaş cərgəsini hansı hissəyə qədər yapışdırmalıyıq, ona baxın. Hətta qələmlə işarə də qoya bilərsiniz. Çünki qaşı biraz çox yapışdıranda, belə deyim, başlıq ağız hissə tam bağlanmır. Bu da ona səbəb ola bilər ki, neft axıdacaq. İçinə neft tökəndə axıda bilər. İndi isə parça bükümünə keçirik. Bunun üçün lampanı parçanın orta hissəsinə qoyub hündürlüyü ölçün. Yəni kənar başlıq hissəyə nə qədər hündürlükdə parça lazım olacaq. Hər tərəfdən 16 sm-lik bir məsafədə kəsirik. Daha dəqiq ölçü demək üçün sizə belə deyim, lampanın alt hissəsində ölçürəm. En olaraq 12 sm. Yəni 16, 16, 32, bu da 12, 44 sm. Hər tərəfdən belə deyək, 45 sm, hər tərəfi 45 sm-lik kvadrat parça yetərlidir. Amma təbii ki, lampanın modelinə görə dəyişə bilər. Daha az və yaxud da daha çox ola bilər. Kənar hissələrdə bu qulaqlar artıq qalacaq. Ona görə parçamızı biraz oval formada kəsəcəm. Daha sonra isə boğça kimi kənarlarını büzməyə başlayırıq. Yəni sadə formada tikirik və kənar hissəni büzəcəm. Onu da qeyd edeyim ki, ilk formamız sadədir. Bu formada dairəvi parça kəsirik. Sadəcə ölçünü düzgün götürməyə çalışın və boğçanın ağzını büzərmiş kimi lampanın boğaz hissəsində xurcunumuzun ağzını büzürük. Bu ilk modelimizdir. Yenə qeyd edirəm. Daha sadə formadır. Yəni belə deyək, əziyyətsiz, çox vaxt aparmayan formadır. Yaxşıca büzdükdən sonra başlıq hissədə tam tarım dartıb tikirik. Elə eləyin ki, parçanın büzəndə lampanın boğaz hissəsində boşluqlar qalmasın. Tam boğaz hissəni qapatsın. Və bel hissəndə daha sonra lentlə və yaxud da hər hansı bir iplə dartıb büzə bilərsiniz bu formada. Və belə olduqda lampanın alt hissəsi birbaşa özündən qapanmış olur. Yəni indi ikinci modeldə göstərəcəm. Onda ayrıca altlıq yapışdırmalı olacaqsınız. Tək parçadan ibarət bu formadadır. Və ikinci modelimizdə fərqi özünüz də görəcəksiniz. Büzmələr nisbətən az olur və lampanın modeli daha qabarıq görünür. Burada sanki işləmələri itir. Şüşənin özünün müəyyən qədər kənar hissələrinin hamarlığı var. Onlar itir. Amma ikinci modelimizdə tam lampanın forması aydın aşkar parçanın altından bilinəcək. İndi isə ikinci modeli başlayırıq. Aşağı hissənin ölçüsünü ayrıca götürürük. Alt hissəyə ayrı parça yapışdıracağım və təbii ki, üst hissədə ayrı. Bu zaman büzmələr minimum dərəcəyə enəcək. Əvvəlcə alt hissəni yapışdırırıq. Yapışdırıb kəsmək daha rahat olduğu üçün bu formada elədim. Fərqi yoxdur. İstəsəz öncədən ölçünü alıb qələmlə işarələyib də kəsə bilərsiniz. Daha sonra isə ikinci hissəni başlayacağım. Artıqları kəsirik, amma alt hissəni elə yapışdırın ki, heç olmasa yarım santimetr yuxarı qalxsın ki, altlıq hissədə səliqəli olsun. Biz onsuz da bu görünən yuxarı hissəyə qaş yapışdıracağıq. Ona görə altını səliqəli eləməyə çalışın. Və parçamızı bir hissəsini yapışdıracağım. Çünki digər hissə tam oturmayacaq. Ona görə tarım dartıb biraz çəp formada yapışdıracağım. Sizə yaxından göstərməyə çalışacağım. Hətta burada biraz artıq yapışdırdım deyə qopartdım. Rahat olması üçün birbaşa yapışdıra da bilərsiniz. Amma yapışdırandan sonra qopartmaq çətin olur. Ona görə mən belə deyə köklüyürəm. Yəni adi tikişlə tikirik. Buranı sərgəli tikməyə ehtiyac yoxdur. Sadəcə belə deyək, kökləmək formasında tikin ki, təxmini ölçünüzü biləsiniz, nə qədər parça kəsmək lazımdır. Ondan sonra yapışdırmaq daha rahatdır. Baxın, bu qaydada hər dəfə tarım dartıb yapışdırmağa çalışın. Hələ ki köklədiyim hissəni saxlayıram, ən axırda sökəcəm.
Burada da biraz artıq yapışdırmışam. Onu da biraz qopardım, yenidən yapışdırdım. Lampanın öz hissələrini, baxın bunu nəzərdə tuturdum ki, tam aydın şəkildə parçanın altından bilinir. Düzünü desəm mən bu formaya daha üstünlük verirəm. Biraz vaxt aparsa, digərinə nisbətən uzun yolda olsa, yəni zövqlər müxtəlifdir. Seçim sizin, fərqi yoxdur. Mən hər iki modeli göstərməyə çalışdım. Son olaraq artıq qalan parçanı da kəsirik və bu formada yapışdırırıq. İndi isə tikməyə başlayacağam. Onu da deyim ki, iki formada bu hissəni qapada bilərsiniz. Əvvəlcə köklədiyim sapı sökürəm. Daha sonra tikəcəm. Çünki mən onsuz da bu hissəyə ya qaş ya dantel yapışdırmağı düşünmüşdüm. Yəni öncədən dizayn olaraq. Amma istəsəz üst-üstə çox ehtiyatlı formada yapışdırsaz heç nəyə ehtiyac yoxdur. Bilinmir. Və yenə sizinlə ilk modellə bu modelin fərqini göstərməyə çalışıram ki, büzmələri minimuma endirməyə çalışacağıq. Və bu formada alındı. İndi isə üst hissəni də eyni qayda ilə qapadırıq. Yuxarını ayrıca büzəcəm, aşağı hissəni isə ayrıca. Sadəcə olaraq ümumi diametrin, uzunluğunu bilin ki, nə qədər parça lazım olacaq və enini, baxın bu endə parçadan kəsdim, zolaq şəklində oldu. Dəqiq enini ölçəndən sonra kənar hissəni kleyləyib çevirirəm və bu formada demək olar ki, iz bilinmir və həmin calaq hissəni tikdiyim hissəyə salacağam. Çünki bir hissədə olacaq ya qaş, ya dantel. Və başlıq hissəni yenə də birinci modeldə olduğumuz kimi xurcun formada büzəcəyik. Amma burada büzmə çox az alınır. Çünki parçanı biz 3 hissədən ibarət yapışdırmışıq, kəsmişik. Ona görə birinci modeldə daha çox büzmə alınır, nəinki burada. Amma ardıcıllıq olaraq eynidir. Yəni yenə büzürük ağız hissəni və aşağı çəkəndə dartılmaması üçün bir neçə yerdən hətta kleyləyə də bilərsiniz. Mən kley işini ən sona saxladım ki, hər iki tərəfi büzəndən sonra rahatlıqla ayarlaya bilim. Hətta yuxarı iki parça ilə aşağı hissəni də birləşdirəcəm. Yəni təkcə büzməklə deyil, bir neçə yerdən də bir-birinə tikdim ki, daha möhkəm olsun. Bu formadadır. İkinci modelimizdə hər hissə ayrıca bilinir. Və başlayırıq dekor işinə. Bu sizin zövqünüzdən asılıdır. Qaşlarla, broşlarla istədiyiniz formada bəzəyə bilərsiniz. İndi isə aşağı hissəyə qaş yapışdıracağım. Digər lampamızda yapışdırmaya bilərsiniz. Burada isə məcbursuz belə deyək calaq hissəni qapatmağa. Təbii ki, digər modeldə də yapışdıra bilərsiniz. Gözəllik olsun, daha qaşlı, qəşəng görünsün deyə. Yəni mən fikir olaraq bölüşürəm ki, burada məcburuq. Çünki 3 hissədən ibarətdir. Digərində isə bütöv olduğuna görə yapışdırmaya da bilərsiniz.
İlk olaraq belə bir broşumuz var, yaxa sancağına bənzəyir. Dik formada qalmasını istəmirəm deyə biraz maili yuxarı hissəyə doğru yapışdıracağam. Əlinizdə özünüz də yapışdıranda hiss eləyəcəksiniz ki, qaşı tam ortadan yapışdıranda çox aralı qalır. Mən damla qaşları ona görə kənarlara yapışdırdım ki, broşumdakı qaşla uyğunluq təşkil eləyir dekor tamamlanması üçün. Dediyim kimi, istədiyiniz formada qaşlarla bəzəmək olar və günəş işığı altında çox gözəl parıldayır. İlk modelimiz hazırdır. İndi isə fikir olaraq digər modelimizin hazırlanmasını paylaşacağım. Yenə burada da boğaz hissəyə qaş yapışdırmaq olar. Bir dəfə fərqli görünsün deyə dantel yapışdırıb daha sonra qaş əlavə eləyəcəm. Bel hissəni bir dəfə büzdüyümə görə boş, yəni belə deyək də, biraz boşdur sanki, həm də orta hissə çox dar görünür. Ona görə bir neçə dəfə ipi üzərindən apardıqda daha çox sıxılır, büzmələri daha gözəl görünür. Ona görə sadəcə ipi hər dəfə kleyləyib doluyuram lampanın belinə. Daha sonra isə ön hissəyə bu dəfə danteli yapışdıracağım. Belə bir dantelim var əlimdə. Çox sevdiyim güpürdür. Yəni güpür dantel deyə ikisinin qarışığı. Və bunda da kiçik hissə var. Kəllə qəndlərdə, səbətlərin ön hissəsində daha çox istifadə eləyirəm. Bunu lampada istifadə eləyib və bu dantellə eyni dəst inşallah növbəti videolarımda kəllə qənddə hazırlamağı düşünürəm. Gəldik kənar hissədə böyük bir bantik hazırlamağa. Bəzi səbətlərdə qarışıq bantik çox gözəl görünür. Ona görə də yəni bir neçə lentin qarışığından ibarət toppuş bantik hazırlayacağım. İstəsəz bura heç nə yapışdırmaya da bilərsiniz, yaxud sadə bantik vura bilərsiniz. Seçim, zövq tamamilə sizə aiddir. Çünki bu dekor işləri elədir ki, müştəriyə görə dəyişə bilir. Bəzən şokolad paylaşıram, müştərilərimin bəziləri deyir çox gözəldir. Bəziləri deyir, çox abartılı oldu. Yəni, heç kimi deyə bilmərəm, düzdür, səhvdir. Seçim zövq məsələsidir. Bəziləri həddən artıq göstəriş sevir və yaxud pasiv rəngləri seçən müştərilərim olur. Hər zaman bir sözüm var, müştəri hər zaman haqlıdır. Son olaraq bantiklərin orta hissəsinə gül yapışdıracağım. Bunun əvəzinə böyük broş da yapışdıra bilərsiniz. Bu gülü hazır formada əldə eləmişəm. Özünüz də hazırlaya bilərsiniz. 3 qatlıdır. Həm süni, həm dantel güpürdən hazırlanıb. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Videolarımda bəzən ara versəm də işlər çox olur, baş-qarışıq olur. Eyni zamanda bu il mənim üçün də müəllimlərin sertifikasiya imtahanı təyin olunub. Ona görə dəstəyinizi əsirgəməyin, abunə olmağınız, rəylərdə fikirlərinizi bildirməyiniz çox önəmlidir. Hələlik sağ olun, növbəti videolarda görüşənədək.